Nizami Rəmzindən dayı oldu, bizi oldu. Həm də mənim də əmim keçmiş meyxaniyənlərdən idi. Onun da ləqəbi Dağlı Səlim. Onun da başına yığılardı. Məşdağlı Ağasəli, Məşdağlı Molla Məmməd, Məşdağlı Həsən Ağa, Ələkbər Şahibin qardaşıdır. Sonra Nizami Rəmzi dayı evin adamı idi, bilmiyorlar işlərlər, hər gün bizdeydi. Əmim də onu uşaq vaxtlarından qədər toylara aparar. Ağarlarda, meyxanlarda. Sonra Nizaminin sərbəstliyi, Nizaminin gözəlliyi onu erişir. Nizami öz yolunu seçdi, özü başladı keçirdi. Meyxana aləminə sintet gedir, yenilik gedir. Onun yenilikləri elə bir yenilik oldu ki, onu Azərbaycanda heç kim yaratmır, heç kim yaratmır.